Salam, axşamınız xeyir olsun. Gün Az TV-yə baxırsınız. Studiyada Aynur Zahid Dəvəlci əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Netanyahu Azərbaycana gəlməməsinin səbəbini açıqladı. Azərbaycanlı vəkil Tahir Nəqəvinin durumu ağır olaraq qalır. Nüvə danışıqları zamanı İrana zərbə endirilməyəcək. Sepah generalına sui-qəsdə günahlandırılan məhbus edam ediləcək. Trump polad və alüminiuma tətbiq olunan rüsumları 50% artırdı. İndi isə daha ətraflı. İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. İnsan haqları mənbələrinin məlumatına görə evin həbsxanasında həbsdə olan Azərbaycanlı hüquqşünas və fəal Tahir Nəqəvi bəydən alınan MRT görüntüləri və tibbi sənədlər onun fiziki vəziyyətinin ciddi şəkildə pisləşdiyini göstərir. Təbriz Vətəndaş Vəziyyətinin Qeydiyyatı Şöbəsinin əməkdaşları 49 gündür ki, Alparslan Türk adı ilə yeni doğulan körpəyə doğum haqqında şəhadətnamə verməkdən imtina edir. Davam edirik. Nüvə danışıqları davam etdiyi müddətdə İrana zərbə endirilməyəcəyi bu barədə Ay24 News adı açıqlanmayan İsrail rəsmisinə istinadən məlumat yayıb. İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının keçmiş rəhbəri Mövsüm Fəxrizadəyə sui-qəsdə Fəxrizadənin qətlində istifadə olunan texnikanın ölkəyə gətirilməsində və İsrailə casusluqda günahlandırılan Azad Şücai edam olunacaq. Məlumata görə ibtidai məhkəmənin Şücai barədə çıxardığı edam cəzasını İran Ali Məhkəməsinin 39-cu bölməsi təsdiq edib. Azad Şücai 2024-cü ilin aprel ayında Urmiyada həbs edilib. Onunla eyni ittihamda günahlandırılan 3 nəfərin edam cəzası yerinə yetirilib. Qeyd edək ki, Sepah generallarından olan və İranın nüvə proqramının inkişaf etdirilməsinə rəhbərlik edən Mövsüm Fəxrizadə 27 noyabr 2020-ci ildə Tehranın ölkələrdən nüvə texnologiyası idxalında mühüm şəxslərdən biri kimi bir müddət Şimali Koreyada olub. İranın Kirman əyalətinin Bəm şəhərində hökumət məmurları 27 yaşlı Məhəmməd Haris Məhəmmədyan və 47 yaşlı Məcid Şiruzehi etnik bəluca atəş açıb. Suriyada qarşıdurmanın qarşısını almaq üçün Türkiyə ilə İsrail arasında texniki danışıqlar davam edir. Bu barədə Milli Müdafiə naziri Yaşar Gülər bildirib. Amerika prezidenti Donald Trump ölkəyə idxal edilən polad və alüminium məhsullarına tətbiq olunan gömrük rüsumlarının 50% artırılması barədə fərman imzaladı. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidilə salamat qalın.